Yağışlı gündən hər kəsə salam. Necəsiz qızlar, nə var, nə yox? Siz tərəfə də çox yağış yağmışdı, biz tərəfə dəhşət yağış yağmışdı və mən isə bu yağışlı havada bomboş vidində marketə gedirəm. Yəni həmişəki kimi öz planımdayam və gündüz gedib axşam marketdən çıxan yəqin tək mən deyiləm. İndi isə gəlin işıqlarımız söndüyü üçün üzürlü sayın bu arada. Yəni ona görə belə çəkdim. Çünki işıqlar çox gec gəldi. İstədim biraz gözləyəm, amma işıqlar gec gəldiyi üçün marketdən aldıqlarımı sizə göstərirəm. Əslində sadəcə evdə çörək bitdiyi üçün getmişdim, amma marketdə saatlarla fırlandım və o qədər fırlandım ki, bir dənə çörək alıb çıxmağa utandım. Ona görə bunları aldım. Həm də qızlar bayramdan sonra çox kökəldiyim üçün, yəni bayramdan əvvəl də mən biraz nevroloji dərmanlar qəbul etdiyim üçün onlar məni çox kökəltdi və indisi dərmanları kəsib diyetə başlamışam. Diyetik şeylər də almağa çalışdım biraz. Qızlar, bu vlogu əslində çoxdan çəkmişdim, çoxdan deyəndə yağışlı günlərdə çəkmişdim. Anidən rayona getməli oldum və vlog burada sonlandı. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Sağ olun.